Messi'nin bacısı ağır yol qəzasına düşüb. Argentina millisinin kapitanı Leo Messi'nin bacısı Maria Sol Messi ağır avtomobil qəzasına düşərək ciddi bədən xəsarətləri alıb. Qəza Miami şəhərində baş verib və onun idarə etdiyi avtomobil nəzarətdən çıxaraq divara çırpılıb. İlkin tibbi qiymətləndirmələrə görə Maria Sol'un onurğa fəqərələrindən ikisi sınıb, topuq və bilək sümüyü zədələnib, həmçinin yanıq xəsarətlər də alıb. Hazırda o həyati təhlükəni keçib və vəziyyəti stabildir.